Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Və sallallahu ala Muhammedin və alihi tahirin. Və la'nu daim ala a'daihim ecma'in. Mübarək Ramazan ayının 15-ci günü İmam Həsən aleyhisselam mübarək və saadətli təvəllüd günüdür. Bu günlər münasibəti ilə İmam Zaman Accəlallahu Teala Fərəcəhu Şərif başda olmaqla bütün möminlərə, əhl-i beyt sevərlərə təbrik deyirik. Allah Azza və Cəllə bizi dünya və axirətdə Quran və əhl-i beytdən ayrı salmasın, ilahi əmin. Mübarək Şəbaniyyə xutbəsinə biz müraciət eləyəndə orada görürük ki, bir yerdə çox bizə qəribə görünən bir məsələyə işarə edilir. O nədir? Allah Resulü sallallahu aleyhi və səlləm buyurur ki, وَمَنْ خَفَّفَ فِي هَذَا الشَّهْرِ عَمَّا مَلَكَتْ يَمِينُهُ خفف الله عليه حسابه ومن كف فيه شره كف الله عنه غضبه يوم يلقاه ومن أكرم فيه يتيما أكرمه الله يوم يلقاه. Buyurur ki, hər kəs mübarək Ramazan ayında, bu ayda özünün qulamları, işçiləri, xidmət eləyənlərini işini təxfif etsə, yüngülləşdirsə, Allah Azza və Cəllə onun hesabını yüngülləşdirər sorğu-sual günü. Bu, o zaman indi bilirsiniz də qul olub, kəniz olub. İndiki dövrümüzdə bunu hər hansısa bir fabrikdə mi deyim, hər hansısa bir müəssisədə mi deyim, işçilər də nəzərdə tutmaq olar. O da həmin şəxsin işçiləridir. Gərək öz işçilərinin işlərini mübarək Ramazan ayında yüngülləşdirsinlər. Sonra deyir ki, وَمَنْ كَفَّ فِيهِ شَرَّهُ كَفَّ اللّٰهُ عَنْهُ غَضَبَهُ يَوْمَ يَلْقَاهُ. Hər kim deyir bu ayda öz şərrindən əl çəksə, bir nəfər şərdir, insanlara əziyyət verir, insanlar onun əlindən əziyyət görür, insanlarla dava edir məsələn, mərdmazar adamdır misal üçün öz dilimizdə desək, Peyğəmbər sallallahu aleyhi və səlləm buyurur ki, hər kim bu ayda öz şərrindən əl çəksə, Kəffallahu anhu qadabahu yevme yalqahu. Allah qiyamət günü ondan qəzəbini götürər. Və həmçinin də və men əkrəmə fihi yetimən. Hər kim bu ayda bir yetimə ikram etsə, əzizləsə, yaxşılıq etsə, əkrəməhullahu yevme yalqahu. Allah qiyamət günü ona ikram edər. Baxın, bu mübarək ay o qədər, mübarək Ramazan ayı o qədər mübarəkdir ki, hətta İnsanlar, şər insanlara, digər insanlara əziyyət edən insanlar belə bu ayda öz nəsibini ala bilərlər. Allah Azza və Cəllə hətta onlar üçün də bir imkan yaradıb ki, bu ayda digər insanlara, məxsusən namaz qılanlara, iman əhlinə, oruç tutanlara əziyyət etməsinlər. Və Allah da Azza və Cəllə buna görə qiyamət günü ona, o şəxslərə qəzəb etməz. Bir hadisə istəyirəm qeyd edeyim. Düzdür, bu hadisə Muharram ayında baş verib. Amma ibrətamiz hadisədir. Bu hadisə və bunun kimi hadisələr, hidayət hadisəsi, hidayət hekayəsi mübarək Ramazan ayında da baş verə bilər digər insanlar üçün. Deməli, Rəsul Türk adlı biri olub. Bu şəxs Hicri Şəmsi təqvimi ilə, yəni İranda yaşayıb, İran təqvimi ilə 1284-cü ildə doğulub. İndi İranda 1403-cü ildir. Yəni təqribən 120 il bundan qabaq yaşayıb, doğulub daha doğrusu. Və gənc yaşından Tehrana gəlir və Tehranda bazar əhli olur, bazarda işləyir. Amma bu insan İranda bunlara fars dilində lat deyirlər, bizim dildə lotu deyirlər, qoçulardan olub, quldurlardan olub. Heykəli də, bədəni də, cüssəsi də yekəpər bir insan olub və bundan çəkinərmişlər, bundan qorxarmışlar. Və bu şəxsin Muharram ayında hidayəti baş verib, hidayət olub, tövbə eləyib. Muharram ayının əvvəlinci gecələrin birində. Deməli, bu insanın bir xasiyyəti olubmuş. Muharram ayında nəinki insanlarla savaşmaz, dalaşmazdı. Hətta Muharram ayında roza məclislərində, əzadarlıq məclislərində İmam Hüseyn aleyhisselam xidmətçisi olardı. Əlindən gələn köməkliyi eləyərdi. Məsələn, necə olur, biri çay daşıyır, ehsan kimi. Biri, məsələn, əzadarların nəzm intizamına fikir verir, məsciddə dayanır, məsələn, müəyyən işlər görür. Bu da o işlərdən birini görərdi. Heç də özünə, belə deyək ki, ar bilməzdi ki, lotu olsun, insanlar bundan çəkinirlər, qorxurlar, amma bu gəlib məclisdə insanlara misal üçün fərz ilə çay paylayır. Amma deyirlər ki, bu şəxs loto olduğuna görə, digər vaxtlarda quldurluqla, davadalaşla məşğul olduğuna görə
Həmin heyətin, o əzadarlıq məclisində heyətlər olur İranda, o heyətin məsul işçiləri bu şəxsin həmin məclisdə gəlib iştirak etməsini məclisin şəninə xilaf biliblər, yəni uyğun bilməyiblər. Günahkar bir insan gəlib məsələn belə bir məclisdə iştirak eləsin. Bu adam hətta o qədər heybətli olur ki, Tehranın polisləri belə deyirlər ki, bu adamla üz-göz ola bilmirdilər. Yəni çəkinirdilər ondan. Bir dəfə Muharrem ayının ilk günlərində bu şəxs gəlir heyətə, əzadarlığa. Və məsul şəxslərdən biri bir cavan oğlanı yollayırlar bunun yanına. Bu cavan şəxs gəlir həmin bu lotu Rəsulun yanına. Bununla söhbət edən əsnada görürlər ki, bunun çəhrəsi, üzü, qəzəb halı zahir olur üzündə. Vəziyyəti biraz dəyişir, qəzəblənir. Və qorxurlar ki, indi bu adam durar, dava salar, həmin o cavan oğlanı da vurar, döyər. Amma o heç bir şey etmir, qəzəbini boğur. Bilir ki, hansı məclisdədir, məclisi layiq deyil dava salmaq. Hörmət edir əzadarlara, şiələrə və İmam Hüseyn əleyhissalam və məclisdən çıxıb gedir. Və sübh vaxtı Rəsul Türk adı ilə məruf olub bu adam. İnternetdə də axtarışa versəniz Rəsul Türk adı ilə qabağınıza çıxar. Rəsul Türkün sübh vaxtı qapısına həmin o əzadarlıq heyətinin rəisi gəlir, böyüyü gəlir də o heyətin məsul şəxsi gəlir və qapını döyəndə Rəsul Türk qapını açır. Və bu şəxs Rəsulu görən kimi ayaqlarını qaldırır, yəni pəncələri üstə qalxır. Çünki Rəsul Türk iri cüssəli bir adam olub, hündür, qamətli bir adam olub və bunu bağrına basır, qucaqlayır Rəsul Türkü. Və peşman olduğunu qeyd edir, bildirir ki, biz dünən sənə qarşı hörmətsizlik elədik, səhv elədik, xətamızı başa düşdük, bizi bağışla, halallıq alır. Və Rəsul Türk bu getmək istəyəndə bunu saxlayır, deyir ki, nə səbəb oldu ki, sən gəldin halallıq almağa, nə baş verdi, bilir ki, elə belədən olmaz. Bu şəxsi məcbur edir ki, hadisəni danışsın və bu şəxs deyir ki, səni məclisdən biz çıxartdıq, ondan sonra yatdım gecə deyir yuxuda Kərbəla səhnəsini gördüm. Gördüm ki, deyir, səhranın bir tərəfində İmam Hüseyn əleyhissalam ordusu və xeymələr, çadırlar qurulub, digər tərəfdə Məlun Yəzidin, yəni düşmən şeytan ordusunun çadırları qurulub. Lənətullah aleyhi məcməin. Deyir, mən İmam Hüseyn əleyhissalam çadırlarına tərəf gələndə orada bir it var idi, bağlamışlar çadıra və yaxud da xeymələrin yanında fırlanırdı. Heç bir vəcihlə icazə vermirdi ki, yad adamlar kimsə həmin çadırlara yaxınlaşsın. Mən də deyir, yaxınlaşmaq istəyirdim İmam Hüseyn əleyhissalam çadırına, bu it imkan vermirdi. Və deyir, sonra diqqətlə baxanda çox dəhşətli bir səhnə gördüm. Həmin it, vücudu it idi, amma onun sifəti, surəti, çehrəsi sənin üzün idi. Yəni, sanki sənin üzün həmin o itdə belə deyil, zahir olmuşdu. Və bunu belə təbir edir ki, sən günahkar insan olduğun halda bu məclislərdə gəlib iştirak edirsən, xidmət edirsən, bu ayın hörmətini saxlayırsan və bu ayda kimsəyə əzab əziyyət etmirsən. Baxmayaraq ki, it surəti idi, yəni itin surətində idin, yəni it idi, amma sifəti, surəti sənin surətin idi. Bu, sanki bir lütf idi ki, sən bu cür yuxuda görünmüsən. Bunu bəziləri təhqir kimi başa düşərlər, deyərlər ki, bu nə sözdür bu cür, insan niyə itə bənzəsin və s. Bu, yəni, elə də qəbahətli bir şey deyil. Yəni, it vəfalı bir heyvan olduğuna görə təşbih ediblər o vaxtda ərəblərin içində. Hətta bu olub. İt kimi vəfalı olmaq məsələsi olub. Və həmin itlər İmam Hüseyn əleyhissalam xeyməsini qoruyurmuş və bu da bir növ vəfalılıq rəmzidir, vəfalı olmaq mənasına gəlir. Yəni, bu cür təbir edirlər. Və Rəsul Türk həmin hadisədən sonra kədərlənir, qəmlənir və deyirlər ki, tövbə eləyir. Bu hadisə onun tövbə etməsinə səbəb olur. Və dövrünün məşhur bir rozaxanına çevrilir. Hey ağlayarmış İmam Hüseyn Əzad məclislərində və hətta deyir ona müəyyən bir halla gələrmiş, müəyyən bir sözlər deyərmiş, ibrətamiz, təsirli sözlər, təhsili falan olmayıb, yəni şəriət təhsili almayıb, amma bu cür ona Allah tərəfindən belə bir hallar əta edilərmiş. İnsanlar bəzən bir qədər də özünün mürşidi olmalıdır. Yəni bir hadisə meydana çıxanda o hadisədən ibrət almalıdır. Elə eşitdim, təsirləndim, gözəldir, bildim, 5-10 nəfər danışdım, bitdi və gedim günahlarımı dalca belə yox. Ən gözəl, belə deyək, hal belə məclislərdə, belə vəziyyətlərdə odur ki, insan bu vəziyyətlərdən ibrət alsın və özünün mürşidi olsun, özünü hidayət eləsin. Allah hadisə çıxartdı qabağına, özü də belə deyək ki, ağlı işləsin, iradə qoysun, ortaya düşsün, daha
dönmək lazımdır bu yoldan. Allah mənə lütf eləyib düşünsün, fikirləşsin və inşallah Teala hidayət ona nəsib olar. Velhamdülillahi Rabbil alemin və sallallahu ala Muhammedin və alihi tahirin.